Hazreti Peygamber Aleyhisselam buyurur ki, kıyametin gününde aylardan sual olunar ki, bu benden Allah'a itaatdə necə idi? Allah kıyametin gününde bu ayları danıştırar. Deyərlər, ey bizim Allah'ımız, ey bizim Rabbimiz, o benden, biz de yalnız senin itaatin üçün ağzıqa toplamışıq. Onlar bizi yad elədilər və bizə ehtiram elədilər. Ona göre de ilahi, biz de həmin bəndəyə sənə itaat ettiği üçün ağzıqa toplamışıq. Yani bu günlərim insan her ne kadar bu ayda ibadet eləsə, itaat eləsə, Rəcəb ayı özü sənin üçün şahadat verər və qiyamətin günündə deyər ki, ilahi, bu da onun bizdə topladığı ağzıqəsi. Və Həzrət Peyğəmbər sallam buyurur, sənin fəzl və mərhəmətini qazanmağa çalışdı, ilahi, aylar deyər. O sənə şükür etməklə sənin razılığını qazanmaq istədi, ilahi, və təqvası sayəsində günahlardan uzaqlaşmaqla qurtuluşa ümid bəslədi və haramdan qaçdı. Sonra həmin mələikələr deyərlər ki, ilahi, bu ayın ehtiramını saxladılar və o bəndə haqqında edilən şahidliyə nə deyirsiniz? Onlar cavab verərlər ki, ilahi, Rəcəb, Şəban və Ramazan ayları doğru deyir. Biz onu yalnız sənə itaat edən, sənin razılığını qazanmağa çalışan gördük və səninlə qəlbində hər yerdə öz əməllərinə diqqətli idi.